Sabah inşallah yola çıxırıq, aeroporta gedəcəm. Macaristana, oradan da avtobusla Slovakiyaya. Bugün aşağı karbohidratın axırıncı günüdür. Sabahdan yükləməyə başlayacağım karbohidratı. Bugünkü öynlərimi göstərim. Totalda 30 qram düyü bölmüşəm hamısını. Deməli, səhər yeməyi 20 qram badam əzməsi, 100 qram toyuq. Bu da digər öynlər, 6 qram da duz. Səhərki oyunumu eləyəndən sonra short kimi dərziyə aparacağım. Bugün bir dənə full body məşqim var. Ondan sonra da sabah yol üçün, yükləmə üçün lazım olan bəzi şeyləri marketə gedib alacağım. Yəni belə başqa bir işim yoxdur. Keçək səhər yeməyinə. Başlayaq məşqə. Deməli, 3 dənə oyunumu elədim bugün. Geriyə sadəcə bir oyunum qalır. O da ki 200 qram toyuq əti. Məşqdən sonra yeyəcəm onu. Bugün full body işləyəcəm. 6 əzələ, hərəsinə bir hərəkət. 3 set falan işləyəcəm yəqin ki. Çox ağır işləməyəcəm. Çünki yarışa az qalıb, bədən zaten yorğundur və güc də o deyil. Həm yorğunluq var, həm də ki yarış qabağı travma almaq lazım deyil. Keçək məşqə. Məşqi bitirdim. Təxminən 45-50 dəqiqəlik məşq etdi. Yorucuydu. Yəni hərəkətləri güclə qurtarırdım. Yüngül işləməyimə baxmayaraq. Keçən indi yüngülvari bir 10-15 dəqiqə pozirovka işləyək. Deməli, gəldik Bravoya. Sabah yol üçün alış-veriş edəcəm. Gəl. 5-6 dənə düyü xlepsisi alacağım. Reklam olmasın, prosto hər yarış bundan istifadə edirəm. Xlepsi aldıq. Badam əzməsi götürəcəm. O evdə var. Evdən ayırıb götürəcəm, buradan almayacağım. Yaban mersin alacağım, hardasa bir yarım kilo. Bir də düyü alacağım. Çox belə bir şey almayacağım, çünki orada da marketə gedəcəm. Daha çox oradan alış-veriş edəcəm. Basmati düyü alıram. Qaldı yaban mersinə.
Gedək onu da alaq. Çox bir şey almadıq, bunları aldıq. Çox son dediyim kimi Slovakiyadan alacağım. Allah bunları gedim yatım. Uğurlar inşallah qardaşım. İnşallah birincilik sənədir. Macaristandayıq, Qatarda. Gedirik Bratislavaya. Bratislavadan sonra da Samor'dan yarışın olacağı yerə. Yəni yüngülvari formaya nəzər ataq.